kvadratı dəyərli müştərilərimiz hardasa 1200 neçə manata düşür, 1280 manata düşməlidir, səhv eləmirəmsə. Mənzil çəkib təqdim edəcəm. Orta mərtəbə qazlı liftli bir binadadır. Gözəl bir panoraması olan bir mənzilimiz satışa çıxıbdır. Mənzilimizin foyer hissəsidir. Foyer hissəsində cemaqlan hissələr hamısı istipoldan ibarətdir. Keçək mənzilin sizə sanitar qovşağından çəkib təqdim edeyim. Sanitar qovşağımızda cemaqlan hissələri istipollu, mərtəbə təzə novastroykadır, 16 mərtəbə. 3-cü mərtəbəsi qiymətdə ondan gözəl. Mənzilimizin burada yerləşir. Yataq otağı geniş ölçüdədir, normal ölçüdədir. Yataq otağından eyvana çıxışı, eyvandan da ki panoraması gözəllikdir. Çox gözəl bir panoraması var, gəl bəri əziz qardaşım. Göl panoraması Xırdalanda təzə yol, Sibriz yolu, qazın burada çoçiqi. Qiymətdəki nə? 92.070 neçə kvadrat olmalıdır? 72-dir, 73 kvadrat olmalıdır mənzilimiz. Qiymət super, panorama, super bina özü. Gözəl bir binadır, göl mənzərəli. Və keçək mənzilimizin qonaq otağını sizi tanış edəcəm, dəyərli müştərilərimiz. Mənzilimizin qonaq otağıdır. Deməli, polo parketləndir. Ara kəsmə ilə bağlanıbdır. Mətbəx mebelimiz quraşdırılıbdır. Burada mətbəxdir, koridordur, hamam sanzeldir, kermaqlan hissələr istipoldan ibarətdir. Qiymət 92.073 kvadrat olmalıdır dəyərli müştərilərimiz. Alqı-satqı xərcini mənzil sahibi özü ödəyəcəkdir. Real müştərilərə təbii ki, endirim var. Günün istənilən vaxtı baxmaq olar. Bugünlük bu qədər, sağ olun, var olun.